Məlum olduğu kimi 2026-cı il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Yenavaz.com xəbər verir ki, seçkilərə bir neçə ay qalmış beynəlxalq və yerli qurumların keçirdiyi rəy sorğuları ölkədəki siyasi mənzərənin ciddi şəkildə dəyişdiyini göstərir. Qeyd edək ki, Beynəlxalq Respublikaçılar İnstitutunun 2026-cı ilin fevralında keçirdiyi geniş miqyaslı sorğuya əsasən seçicilərin üstünlük verdiyi siyasi qüvvələr bunlar olub. Sorğu göstərir ki, hazırki baş nazir Nikol Paşinyan hələ də ən yüksək reytinqə malik olsa da, onun partiyası təkbaşına hökumət qurmaq üçün lazım olan səs çoxluğunu itirmək təhlükəsi ilə üz-üzədir. Digər tərəfdən köhnə qvardiya sayılan Koçaryan və Sarkisyan tərəfdarlarının reytinqi kəskin şəkildə düşüb. Məlumat üçün bildirək ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası 2018-ci il məxməri inqilabından sonra hakimiyyətə gəlib. Hazırki platforması Azərbaycanla sülh müqaviləsinin imzalanması, Qərblə yaxınlaşma və iqtisadi islahatlar üzərində qurulub. Dəstək bazası iyun 2021-ci il seçkilərindən bəri xeyli azalıb. Güclü Ermənistan partiyası Rusiyada yaşayan, hazırda Ermənistanda həbsdə olan milyarder Samvel Karapetyan tərəfindən qurulub. Partiyaya hazırda Narek Karapetyan rəhbərlik edir. Bu seçkilərin sürpriz gücü hesab olunur. Rusiya ilə iqtisadi əlaqələrin bərpasına, sosial rifahın yüksəldilməsinə fokuslanıb. Koçaryan və Sarkisyanın elektoratını özünə çəkməyi bacarıb. Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan Alyansı millətçi və revanşist bəyanatları ilə tanınır. Rusiya ilə hərbi siyasi ittifaqın tərəfdarıdır. Lakin son illərdə elektoratının böyük hissəsini yeni yaranan siyasi hərəkatlar itirib. Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Venetsiyanın rəhbərlik etdiyi Şərəfin Var Alyansının əsas dəstəkçisi sabiq prezident Serj Sarkisyan hesab olunur. Əsasən keçmiş Respublikaçılar partiyasının tərəfdarlarından ibarətdir. Paşinyan hökumətini təhlükəsizlik sahəsindəki uğursuzluqda itham edir.